İlham müəllim, son olaraq onu soruşmaq istəyirəm. Sülh müqaviləsinin imzalanması müddəti nə vaxtda ola bilər və bunu dayanıqlı sülh kimi biz qəbul edə biləcəyikmi? Ermənistan istiqamətindən hər hansı indi bayaq onları dediniz, analiz elədiniz, amma istənilən halda biz hansı coğrafiyada yaşayırıq onu da bilirik. Nə dərəcədə bu dayanıqlı sülh olacaq? Bətürə xanım, cənab prezident yadımdadır, Amerikadan qaydanda, yəni 8 avqustdan qaydandan sonra çox yaxşı bir müsahibə verəndə orada bir ifadə işlətdi ki, bu iki nəfər arasında olan müqavilə deyil. Bu iki dövlət arasında olan müqavilədir. Yəni ki, sabahlar Paşinyan getdi, belə deyək də, yerinə Koçaryan gəldi hətta, belə deyək də, ən qatı, belə düşünün. Burada təbii ki, bəzi pozuntular ola bilər, amma o Ermənistanın əleyhinə işləyəcək, Azərbaycanın əleyhinə işləməyəcək. Çünki dünyanın gözü qarşısında sən sülh müqaviləsi imzalayırsan, beynəlxalq hüquqla ərazi bütövlüyünü tanınır, bizim ərazi bütövlüyümüzü tanınırsınız, yol məsələsi də həll olunur və burada bunun əleyhinə getməkdə nə istəyirsiniz siz? Yəni ki, aranı qarışdırmaq, sülhü pozmaq Ermənistanın üzərinə düşür o zaman. Yəni söhbət bilirsiniz, Azərbaycanın üzərinə düşmür, amma Ermənistanın onda itirəcəkləri də çox daha. Bu 8 avqustda harda imzalanır? Cənab prezidentin dediyi kimi dünyanın ən böyük ölkəsinin ən böyük ofisində. Elə deyilmi? Sabahları o ofis, hətta Trump hakimiyyətdən gedəndən sonra Ermənistana müsbətmi yanaşacaqdı onda? Orada nə qədər lobbilər olur olsun, onların xahişləri keçəcəkmi? Deyəcəklər, yox, siz bizim əleyhimizə olanlarsınız. Yəni ki, keçməyəcək. Ona görə də o siz dediyiniz kimi sülhün dayanıqlı olması mən hesab edirəm ki, dayanıqlı olacaqdır, mütləq olacaqdır. İstəməyənlər var, amma məcbur olacaqlar ona getməyə. Amma ən əsas odur ki, şəxsən mən istəyərdim ki, bu sülh müqaviləsi biz gözləməyək ki, parlament seçkiləri bitsin, Ermənistanda sonra referendum keçsin. Siz özünüz də görürsünüz ki, artıq müəyyən dairələrdən, konkret olaraq Türkiyə Xarici İşlər Naziri, bizdən də, hətta Ermənistandan da ki, bu parlament seçkilərinə qədər də imzalana bilər. Və burada artıq perspektivə, mübahisə predmeti qalmayacaqdır. Ona görə ki, bu, yenə deyirəm, bu Abu Dhabi'də imzalanmayıbdır. Yəni ki, paraflanmayıbdır, belə deyək. Bu, Abu Dhabi'nin ona görə deyirəm ki, son cəhdlərdən biri idi də, yəni ki, yaxud da hansısa Kremldə olmayıbdır, Avropa Şurasında olmayıbdır, Charles Michel deyil, bu artıq Amerika Birləşmiş Ştatlarıdır. Yəni, onun da qlobal güc olduğu, bəli ki, onun yanındadır. Ona görə də hesab edirəm ki, nə qədər tez olsa bazı sülh müqaviləsinin imzalanması bir o qədər, belə deyək ki, bilsiz nə olacaqdır? Türkiyə ilə yollar açılır. Ermənistan iqtisadi cəhətdən Rusiyadan asılılığı azalır. Mən demirəm tamarından götürülür. Azalır və bütün bunlar hamısı proses nəyə gətirib çıxarır? Bölgədə sabitliyə. Sabitlik nə deməkdir? İqtisadi inkişaf deməkdir. Sülh deməkdir. Bütövlükdə Cənubi Qafqaz doğrudan da çiçəklənən, belə inkişaf edən bir yerə çevrilir. Və qlobal güclərin, regional güclərin bölgə uğrunda mübarizəsinə bir növ son verilir. Düzdür, heç vaxt aradan qalxmır. Xeyli səngiyir. İki dalaşan barışırsa, üçüncünün rolu xeyli aşağı düşür. Tamamilə doğrudur.